Salam. Bildiyiniz kimi mən musiqi müəlliməsiyəm. 32 ilin musiqi müəlliməsiyəm. 33 il, yəni əmək stajım var mənim. Bildiyiniz kimi fevralın 28-də musiqi müəllimlərinin Mədəniyyət Nazirliyi tabeliyində olan musiqi müəllimlərinin attestasiyası keçirildi. Yəni həmin attestasiyada keçməyən müəllimlər işdən uzaqlaşdırılır. Amma Cəsarət Valehov məktəbləri gəzərkən həmin iclaslarda demişdi ki, yəni onun videosu da var, yəni sübut da var ki, heç kim işdən uzaqlaşdırılmayacaq. Bu müəllimlərin kimin hansı gücə malik olduğunu, yəni aşkara çıxarmaq üçün keçirilən bir attestasiyadır. Yəni əvvəl belə dedilər. Dəfələrlə bizim həmkarlarla görüşlərdə də demişik ki, bu bizim Azərbaycanın incəsənət məktəblərində çalışan müəllimlərimizlə bağlı dataların əldə edilməsidir ki, biz bilək ki, harada, hansı bacarıqda, hansı səriştədə olan müəllimlərimiz var. Çünki onların sonradan təlimləndirilməsi, onlarla bağlı müxtəlif karyera inkişafı yönündə tədbirlərin görülməsində də məhz bu imkanlar bizə kömək edəcək. Amma indi müəllimlər, attestasiyadan keçməyən müəllimlər işdən azad olunur. Yəni bu nə dərəcədə düzgündür? 45 ilin müəlliməsi, 35 ilin müəlliməsi, yəni ali savadı olan, qırmızı diplomla qurtaran müəllimlər attestasiyadan keçməyiblər, həyəcanlanıblar, birinin yaşı çoxdur, xəstəliyi var. Şəxsən mən özüm dərmanla yaşayan insanam. Yəni mən 3 dəfə korona xəstəliyi keçirmişəm, mənim yaddaşım zəifdir. Yəni heç bir şey nəzərə alınmadan, ikinci şans vermədən, kurslara göndərilmədən birbaşa müəllimlərin soyqırımına başlayıblar Mədəniyyət Nazirliyində. Yəni mən özümdən də çox bu cavan kolleqalar var. Yəni onların gələcəyi məhv olur. Onların gələcəyi heç olur. Elə bir adla işdən çıxardırlar ki, yəni sabahlarım heç bir yerdə gedib musiqi müəlliməsi sən işləyə bilməzsən, yararsız kimi, yəni işdən uzaqlaşdırılır. Yəni çox istəyərdim bu işıqlandırılsın. Bizim səsimiz möhtərəm prezidentimizə, Mehriban xanıma çatsın ki, yəni bunun qarşısını bir alınsın, ya müəllimlərə ikinci şans verilsin, ya da ki kurslara göndərilsin. Ölçü götürülsün bu barədə də. Yəni bu dərəcədə haqsızlıq olmaz. Bir dəfəyə sən yararsızsan deyib savadlı müəllimələri kəsib bir tərəfə tullamaq, yəni bilmirəm hansı qanunda yazılıb, harda yazılıb, yəni mənə çox maraqlıdır. İstəyərdim ki, bunu işıqlandırasınız. Səsimiz ən azından gedib Mehriban xanıma çatsın, bu barədə bir ölçü götürsünlər. Yəni buna dur deməyin vaxtı çatıb. Qanuni şəkildə müəllimlərə şans verilsin, kurslara göndərilsin, biliyi artırılsın. Necə orta məktəblərdə, ümumi təhsil məktəblərində ikinci şans verdilər. İkinci şansdan keçməyən müəllimlər yəni uzaqlaşdırılır ki, yəni sənin savadın yoxdur. Biz buna da razıyıq, ancaq heç bunu da bizə tətbiq eləmirlər. Aldığım 314 manat da ancaq mənim dərman pulumdur bir ay müddətinə. Yəni mən sabah 63 yaşın içində mən harda gedib işləməliyəm ki, mən öz ən azından dərman tələbatımı ödəyə bilim. 63 yaşın içindəyəm. Mən harasa gedəndə ki, iş istəyirəm, işləmək istəyirəm, mənə deyirlər, sən yaşlısan, sən yaramırsan. Yaxşı, pensiya yaşı çatmayıb, deyir pensiya yaşın çatmayıb, hələ cavansan. Biz hara getməliyik, harda işləməliyik, nə ilə dolanmalıyıq biz? Evində yaşlı insan olan var, xəstəsi olan var, ailə başçısı olmayan var, evladları hələ yəni işləməyənlər var, iş qüvvəsi yoxdur, oxuyur, tələbədirlər. Yəni bu insanların acınacaqlı vəziyyəti necə olacaq, mən başa düşə bilmirəm. Çox xahiş eləyirəm, lazımi orqanlar bizim bu işlə maraqlansınlar. Ən azından müəllimlərə ikinci şans versinlər, ən azından kurslara göndərsinlər.